O ki qaldı, deməli, İranda quru əməliyyatlarının keçirilməsinə bu klassik anlamda quru əməliyyatları olmayacaq. Yəni, 2003-cü ildə İraq versiyasını mən gözləmirəm. İraqdan adını çəkmişkən, yeri gəlmişkən deyim ki, İraq əməliyyatı BMT Təhlükəsizlik Şurasından xeyli müddət müzakirə edildi. Hətta 1441 sayılı bir qətnamə də qəbul edildi 2002-ci ildə. O zaman söyləyirdilər ki, baxın qətnamənin yazılışına, soldan sağa 1441, sağdan sola 1441. Mütləq müharibə olacaq, amma müharibəyə imkan vermirdi. Sonra da Birləşmiş Ştatlar ümumiyyətlə BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən belə müharibəyə başladı. Yəni, ən azı BMT-nin bu məsələ ilə məşğul olduğu bir fonu yaradılmışdı. İndi ümumiyyətlə BMT var, yoxsa yoxdur. Səndə müzakirə getsin və getməsin məsələsi yoxdur. Yəni, bugün BMT demək olar ki, görünmür və beynəlxalq hüququn hesab edirəm ki, faciəli məsələlərdən biridir. Ümumiyyətlə, mən təsəvvür edə bilmirəm, müasir tarix onu göstərir ki, bu tip müharibələrdə quru qoşunlar yeridilmədən strateji hədəfə çatırsan, bu mümkün olmayıb. Və indi, bax, indi təxminən 48-ə qədər siyasi və hərbi lideri götürülüb. Ölkənin nüvə potensialını hesab edirəm ki, ciddi zərbə endirilib, sonra raket potensialına ciddi zərbə endirilib. Amma sual yaranır ki, məsələn, mən o fikirdən şərik deyiləm. Bizim mövqeyimiz tərəfsizdir. Biz obyektiv qiymət vermək istəyirik. Dövlətimizin də mövqeyi olur ki, biz tezlik müharibənin başa salmanı istəyirik ki, dərmi masa ətrafında bu sülh yolundan həllini tapsın. Bizim prinsipal mövqeyimiz belədir. Amma mən bu günləri İranda onun fərqindəyəm ki, bütün real hakimiyyət İran İslam İnqilabı Keşikçilər Korpusunun əlindədir, Sepahın əlindədir, amma onlar xaotik addım atırlar. Mən belə hesab etməzdim. Ona görə hesab eləmirəm ki, deməli, Hörmüz boğazı ilə bağlı filan gəmi onun dövləti bizi müdafiə eləsə keçsin, müdafiə eləmirsə vurub dağıdacaq, məhv eləyəcək. Quru qoşunları ilə bağlı hücum olarsa 1 milyonluq artıq ordunu formalaşdırılır. Bunu kim eləyir? Hansı hakimiyyət? Bəzən deyirlər, danışmağa bilmirik kimlə danışır. Və danışmağa bilmirsən kimlə danışırsan. Hansı bir qüvvə var ki, o da yəqin ki, Sepahdır, bu qədər operativ və təşkilati işləri boynuna götürüb. Və eyni zamanda biz nəyin şahidiyik? Məsələn, Birləşmiş Ştatlar 5 gün fasilə verdi bu elektrik, indi də 10 günə qaldırıb bunu. Mən hesab edirəm ki, bu onun sayəsində olub ki, İran tərəfi də çox konkret qoydu ki, demək, güzgü effekti olacaq. Edəcəksən, eyni addımı da biz atacağıq və bu baxımdan hesab edirəm ki, İranda bugün hakimiyyət tamamilə Sepahın əlindədir. Digərləri sadəcə onların tapşırığını yerinə yetirir. Məsələn, Sepah Xarici İşlər Nazirinə deyir ki, sən filan məsələlərin mövqeyi bildir. Parlamentin rəhbərinə bildirir ki, sən filan mövqeyini ifadə elə öz funksiyona uyğun olaraq, amma Sepah əsas qüvvə kimi iştirak edir və Sepahın tərkibində parçalanma yoxdur. Ən azı biz bunu hiss edirik. Yəni, yektir qüvvə kimi çıxış edir. Qiymətləndirmə niyə çətindir? Bax, Trump çıxış edir və deyir ki, biz İrandan çox məhsuldar danışıqlar aparırıq. Sepahın nümayəndəsi deyir ki, Birləşmiş Ştatlar özü ilə danışıqlar aparır. Heç kim onunla danışıqlara getməyib. İndi kim düz danışır, kim yalan danışır məsələsi gündəmə gəlir. Niyə 15 maddəlik şərti rədd elədiyimizi deyil? Demək, danışıq olub da. Yəni, şərti göndərə bilərlər, amma danışıqa getmədən imtina da edə bilərlər və ya 5 şərti irəli sürürlər. Yəni, sözümün canı oldu ki, bu günləri faktiki olaraq Birləşmiş Ştatlar bu nəticəyə gəlib ki, əsas strateji hədəf nə idi? Siyasi rejimi devirmək, ölkənin nüvə deməli, proqramını tamamilə məhv etmək və eyni zamanda raket namalı və s. Bunların həlli istiqamətində qismən müəyyən uğura imza atıb, amma nəticədə toplanılan yerin dəyişəndə cəm dəyişməyib. Yenə də tutaq ki, İran müqavimət göstərir və çox ciddi müqavimət göstərir. Və belə olan vəziyyətdə yeganə çıxış yolu qalır ki, quru qoşunlarını istifadə etmə və quru qoşunların hücumu. İndi siz təsəvvür eləyin, 10 minlik, 20 minlik və yaxud da ki, nedirlə 50 min Birləşmiş Ştatların qoşunu toplanır. 50 min qoşunla İranın ərazisinə girsən, 200 minlik Sepahın döyüşçülərinin sayı, 400 min ordunun sayı, 1 milyondan 2 milyona yaxın deməli burada bəsiz xalq döyüşünalardır. 10 milyona yaxın toplanmaq, səfərbər olmaq potensialı. İndi 1 milyonu da indi ortaya qoymaq istəyirlər. Belə vəziyyətdə 50 mindən, 60 mindən, 100 mindən İran arasında qoşun yeritmək və quru döyüşlər aparmaq bu hesab edirəm ki, Birləşmiş Ştatlar üçün ən arzu olunmaz variant ola bilər, ən arzu olunmaz
Mən elə gəlir ki, indiki halda yeganə çıxış yolu odur ki, Birləşmiş Ştatlar danışığa gedir və danışıqlar nəticəsində müəyyən kompromislərə nail olur. Məsələn, tutaq ki, 244 kiloqram zənginləşdirilmiş nüvə var. Həmin nüvəni tutaq ki, 444 kiloqramlıq nüvə, zənginləşdirilmiş nüvə var. O geri qaytarılsa, bu böyük nəticədir. Tamamilə inanmıram ki, İran özünün raket potensialını imtina etsin, bu proqramını imtina etsin. Amma onun uzaq vuran raketlərdən, məsələn, 4000 kilometr, 2000 kilometr, bu məsələlərdə müəyyən məhdudiyyət qoyulsun və İran bu məsələləri güzəştə getsin, bu böyük bir hesab edən nailiyyət olardı. Və nəhayət, İran tələb edir ki, vurulmuş ziyana görə ABŞ kompensasiya ödəməlidir. Kompensasiya ABŞ ödəməyəcək, amma İranın Birləşmiş Ştatlarda dondurulmuş aktivləri var. Çox böyük həcmdə, ta şah rejimindən, daha doğrusu 1979-cu ilin üzü bəri. Və həmin aktivlərin əgər açılsa və aktivlər İrana verilsə, bu artıq Tehranın hesab edirəm ki, çox böyük bir uğuru olmuş olar. ABŞ ona pul vermir, kompensasiya vermir, amma həmin aktivlərin açılışını həyata keçirir. Ona görə hesab edirəm, bugün president Dalana dirənib, Birləşmiş Ştatlar deyir, mən qalibəm. Əla, çox gözəl. Qalibsən, müharibəyə başlayanda siyasi rejim ki var idi, o devrilib, adamlar dəyişib, mahiyyət dəyişməyib, forma dəyişib, mahiyyət dəyişməyib, məzmun dəyişməyib. İranın nüvə proqramı daha yoxdur, o tamamilə məhv oldu demək mümkündürmü? Xeyr, mümkün deyil və nəhayət raketlərlə bağlı məsələlərdə də indi məlum olur ki, xüsusilə son 8 ay ərzində, yəni 12 günlük müharibədən sonra İran əməlli başlı bu sahədə hazırlaşır və istisna deyildi ki, İrana Rusiyada, Çində, Şimali Koreyada silahları verir və bunun nəticəsində mən hesab edirəm ki, quru müharibəsi olması bu ən arzu olmaz bir variantdır ABŞ və İsrail üçün və nəhayət sonunda fikrimi yekunlaşdırıram. Birləşmiş Ştatlar üçün İranda hakimiyyətdə kimin olmasının fərqi yoxdur. İstəyir şah olsun, istəyir ruhani olsun, istəyir dünyəvi, qeyri-dünyəvi hakimiyyət olsun. Yetər ki, Birləşmiş Ştatların israrla etdiyi tələblərə o müsbət yanaşsın və Trumpın son çıxışında söyləmişdi ki, biz sülh razılaşmasını növbəti bir Ayətullah ilə imzalayacağıq. Bu nə ifadədir? Ayətullahla niyə? Sən siyasi rejimi devirmək istəyirdin. Yəni, bütün bunlardan sonra bu qənaətə gəlmək olur ki, hələ bu xəmir çox su aparacaq, amma İsrail isə ABŞ kimi düşünmür. İsrail üçün yeganə çıxış yolu odur ki, İranda siyasi rejim devrilsin və İranda bu hakimiyyət və onun digərlərinə, yəni özü kimlərə ötürülməsi baş verməsin.